Bir həftədir ki, davam edən qeyri-sabit hava şəraiti dünən axşam saatlarından daha da kəskinləşib. Dağlıq rayonlardan olan Şamaxı, Qobustan və İsmayıllı rayonlarının əsas yollarından hesab olunan Bakı-Şamaxı-Yevlax yolunda sürücülər bir sıra çətinliklə üzləşib. Mövcud problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli xüsusi təyinatlı yol istismarı MMC tərəfindən gecə saatlarından başlayaraq yollarda qarın təmizləməsi həyata keçirilib. Yola qumduz qarışığı səpilib. Qardan və buzdan təmizlənir. Hal-hazırda qumduz qarışığından material verilir. Canlı qüvvə yoldan qarın təmizlənməsi üçün 24 saat fasiləsiz iş rejiminə keçib. Qeyd edək ki, Respublika əhəmiyyətli yollarla yanaşı, kənd yollarında da işlər səhərə qədər davam etdirilib. Hazırda sözü gedən istiqamətlərdə hər hansı bir problem yoxdur. Avtomobillərin maneəsiz və problemsiz hərəkəti təmin olunub. İdarənin canlı qüvvəsi və texnikası hazırda bu dəqiqələrdə yollarda işlərini davam etdirirlər. Rəşad Aydın, AMD üçün Şamaxı.